Bismillahirrahmanirrahim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiyai vel mursalin. Seyyidina ve nebiyyina ve mevlana Muhammedin ve ala alihi ve ashabihi ecma'in emma ba'd. Allah Azze ve Celle'nin izniyle mezhebler arasındaki ixtilafların həqiqəti və səbəbləri adlı silsilə dərslərimizi davam edirik və bugün axırıncı dərsimiz olacaq. Çox mühüm, çox əhəmiyyətli bir mövzuya toxunacağıq. Əvvəlki dərsimizdə müsəlmanların ixtilaflar qarşısındakı mövqeyini bəyan etdik. Bugün də daha mühüm bir məsələni izah edəcəyik. Nədir bu? Bu da insanların ixtilaflı məsələlərdə ifrat və təfrit mövqe tutması. İnsanların ixtilaflı məsələlərdə ifrat və təfrit mövqe tutması. Nə deməkdir? İfrat mövqe, birinci ifrat mövqedən başlayar. Bir qism avam və məzhəb təəssübkeşi cahillərin tutduğu mövqe. Yəni bunlar yalnız öz məzhəbini haqq, digərlərini isə batil görən mövqe. Öz məzhəblərini sanki Quran və sünnətmiş kimi məsum görən, onların bütün görüşlərini qeydsiz, şərtsiz qəbul edən və buna müxalif olan bütün məzhəbləri, bütün görüşləri batil görən görüş. Bu mövqe müsəlmanlar arasında parçalanmağa və bir-birinə qarşı kin, düşmənçilik toxumları səpməyə səbəb olan mövqedir. İnsaf əhli müsəlman belə deməlidir. Məzhəblərin hamısı doğrudur, xətalı olma ehtimalı da vardır və xətaları da vardır. Onlar başqa məzhəblərin görüşlərinin xətalı olduğunu öz məzhəbinin görüşü ilə ispat etməyə çalışırlar. Hər hansı bir alimin, hər hansı bir imamın, hər hansı bir məzhəbin xətalı görüşünü onları öz məzhəblərinin görüşü ilə ispat etməyə çalışırlar ki, bizim məzhəbə görə sizin məzhəbin bu görüşü batildir. Halbuki bir məzhəbin görüşünün xətalı olduğu yalnız Quran, sünnət və icma ilə ispat olunur. Məzhəb Quran imamların nəzərində səhihdir. Amma xətalardan müstəğni deyildir. Çünki məzhəblər şəri dəlillərin anlaşılması və təhqiqi məsələsində bəşəri ictihaddan ibarətdir. Məzhəb sahibləri də xətadan qorunmuş insanlar deyirlər. Heç kəsin bu məzhəbin bütün görüşləri doğrudur, bu məzhəbin bütün görüşləri səhvdir deməyə qətiyyən haqqı yoxdur. İnsanların bir məzhəbi digərindən şiddətlə üstün tutub, öz məzhəbini sanki Quran və sünnəti müdafiə edirmiş kimi müdafiə etməsi, hətta öz məzhəb imamlarının fəziləti haqqında hədislər uydurmağa qədər gətirib çıxartmışdır. Bəziləri də qarşı məzhəbi tənqid edən, alçaldan hədislər uydurmuşlar. Hətta məzhəblər bir-birinə qarşı məzhəb təəssübkeşləri, cahillər, bəziləri Əbu Hanifəni tənqid edən hədislər, bəziləri İmam Şafini tənqid edən, bəziləri İmam Maliki tənqid edən hədislər uydurmuşlar özlərindən. Yəni, bütün bunlar dərin bir cəhalətin və rədd edilən təəssübkeşliyin meyvəsidir. Bundan nə Allah Əzzə və Cəllə, nə də həmən məzhəbin imamları razı olar. O imamlar ki, ixlas, təqva və gözəl əxlaqda barmaqla göstərilən kəslər idi. Bu ifrat mövqe. İkinci dedi ki, təfrit mövqe. Nədir təfrit mövqe? Bəzi cahillərin məzhəblər arasındakı elmi ixtilafları Allah və Rəsulunu rədd etdiyi, failini əzabla təhdid etdiyi, dindən ayrılma, firqələşmə, məzhəblərə bölünmə kimi təqdim etdiyi mövqe. Onlar bu mövqeylərinə dində parçalanmağı, firqələrə ayrılmağı qadağan edən ayələri dəlil gətirirlər. Halbuki bu etdiklərinin kəlmələri yerindən oynadıb təhrif etmək olduğunu anlamırlar. Onların bu mövqeyi, bu ümmətin sahabəsindən tabeyinə və onlara tabi olanlara qədər hamısını qaralamaq və tənqid etmək deməkdir. Çünki yuxarıdakı səhifələrdə də, yuxarıdakı dərslərdə də qeyd etdiyimiz kimi, ixtilaflar sahabə dönəmindən artıq başlamış və kifayət qədər yayılmışdır. Bu kəslər mötəbər bir imama tabi olan bir avam müqəllidi fıskda, küfürdə ittiham edərək, kitab və sünnəti tərk edib başqasının görüşünə tabi olan kəs kimi təqdim edirlər.
Bir müsəlmanı görsələr ki, desə ki, mən Şafi məzhəbinə tabiyəm, mən Həmbəli məzhəbinə tabiyəm, onu tənqid edərlər, sanki o kitab və sünnətdən ayrılıb, kiminsə görüşünü, kitab və sünnəti rədd edib, başqa birinin görüşünü qəbul etmiş kimi onu təqdim edərlər, onu tənqid edərlər, küfürdə ittiham edərlər. O avama təqlid etdiyi məzhəbin xətalı görüşlərini sayıb durarlar. Halbuki həmən avam zənni dəlilləri ondan tələb olunan şəkildə başa düşmədiyi üçün bir imama tabi olub onu təqlid etmişdir. Bu kəslər həmən avamı dindən üz çevirən, Allahın dinini tərk edib, şəxsin görüşlərinə tabi olan kəs kimi təqdim edərlər. Halbuki insaflı düşünsələr, həmən avam dəlildən, Quran və sünnətdən yox, o dəlildən özlərinin çıxartdığı nəticədən üz çevirdiyini və bir imamın o dəlili anlama tərzinə tabi olduğunu görərlər. Yəni, mən sənin gətirdiyin dəlili yox, dəlildən çıxartdığın nəticəni inkar edirəm. Görəndə ki, bir kəs hər hansı bir məzhəbi təqlid edir, hər hansı bir imama tabi olub, başlayarlar həmən məzhəbin xətalı görüşlərini, həmən imamın xətalı görüşlərini zikr edib sayıb durmağa, onu soyutmaq üçün, onu ondan uzaqlaşdırmaq üçün. Sanki onu Quran və sünnətə yönəldirlər. Halbuki Quran və sünnəti də sonra özlərinin başa düşdüyü şəkildə ona təqdim edirlər. Və sən bunu inkar etdiyin zaman deyirlər ki, sən Quran və sünnəti inkar edirsən. Xeyr, biz Quran və sünnəti yox, sizin Quran və sünnətdən başa düşdüyünüzü inkar edirik. Bu kəslər fiqh məzhəbləri qaralamaq və gözdən salmaq üçün bir neçə metoddan istifadə edirlər. Nədir? Birinci, bəzi elm əhlinə yönəlmiş qaralama və gözdən salma fəaliyyətləri. Bunu edərkən bəzi alimlərin həmən elm əhli haqqında təhqir edici, alçaldıcı ifadələrini xortladıb, qabardıb çıxararlar. Bu cür ifadələr keçmiş alimlərdən sadir olmuş, amma təhqiq əhli alimlər tərəfindən tərk edilmiş və torpağa bastırılmışdır. Ən çox yayılmış fitnələrdən biri. Keçən dəfə də bir dərsimdə bu barədə zikr etdim. Hər hansı bir alimin başqa alimlər tərəfindən tənqid edilməsi, onun təhqir, alçaldıcı ifadələrini gündəmə gətirərək həmən alimi nə eləmək? Təkfir etmək, təhqir etmək, alçatmaq. Yəni, bu cür ifadələr bəli olub, keçmiş alimlər tərəfindən bir-birinə qarşı bu cür ifadələr işlənilib. Yəni, tək Əbu Hənifə rahiməhullah qarşı olmayıb bu. İmam Şafiyə qarşı da olub, İmam Malikə qarşı da olub, İmam Əhmədə qarşı da olub. Yəni, alimlər bir-biri haqqında belə bir şeylər ediblər. Ona görə İbn Abbas radiyallahu anh buyurur ki, alimlərin bir-biri haqqında mənfi şəhadəti məqbul deyil. Bir-biri haqqında rədd etdikləri şəhadət nədir? Məqbul deyil. Ona görə də belə bir sözləri xortladıb, qabardıb çıxararlar, bu cür ifadələri gündəmə gətirərlər. Halbuki təhqiq əhli alimlər tərəfindən tərk edilmiş və torpağa bastırılmışdır bunlar. Çünki 4 məzhəb imamları və başqa imamlar kimi ədaləti, təqvası yer üzərinə yayılmış kəslər haqqında qaralayıcı, təhqir edici ifadələrin qəbul edilməyəcəyi üzərində ittifaq vardır. Bu birinci yol. İkinci, hansı yola başvururlar? Müxtəlif məzhəblərdəki elmi xətaları və zəif görüşləri bir yerə cəm etmək. Bu kəslər fiqh kitabları araşdıraraq orada müxtəlif alimlərin xətalı ictihadlarını, görüşlərini bir yerə cəm edir və məclislərdə onları oxuyurlar. Dərs şəklində, silsilə dərslərlə onları insanlara oxuyurlar. Hətta bu mövzudan bəhs edən kitablar yazar, bu yolla insanların məzhəbləri olan etibarını zədələməyə və onları öz görüşlərinə tabi olmağa yönəldərlər. Şübhə yoxdur ki, bu tərs şeylər rədd edilmiş, şəriətin və əqlin qəbul etməyəcəyi şeylərdir. İmamlar bəşərdir. Xəta da edərlər, isabət də edərlər. Onlardan heç biri özünün məsum olduğunu iddia etməmişdir. Bu ikinci yolları. Eşəliyərlər, hansı məzhəbdə xətalı görüşlər var, onları üzə çıxardarlar, hətta kitab şəklinə salarlar, başlarlar insanlara oxumağa.
hansısa bir imamın xətalı görüşlərini, səhv görüşlərini, zahirən Quran və sünnətə zid olan görüşlərini ortaya çıxardarlar və deyərlər ki, filan imam səhih hədisi inkar etmişdir. Filan imam ayəni inkar etmişdir. Ayəyə müxalif fətva vermişdir. Hədisə müxalif, səhih hədisə müxalif fətva vermişdir. Onların xətalı görüşlərini, Quran və sünnətə zid görüşlərini cəm edərlər, kitab halına salaraq bununla onları qaralamağa çalışarlar. Ki, bu nədir? Bu batildir. Üçüncü yolları nədir? Bəzi kəslər şöhrət sevdası ilə alimlərin görüşlərini pisləyir, gözdən düşürməyə çalışır. Yerlə bir etdiyi o görüşlərin uçqunları üzərində öz dırnaq arası qüsursuz məzhəbinin bayrağını ucatmağa çalışırlar. Belə kəslər başqasının yıxılan evi üzərində öz evini tikməyə çalışan aciz kəslərdir. Gör, necə gözəl ifadə işlədilir. Belə kəslər başqasının yıxılan evi üzərində öz evini tikməyə çalışan aciz kəslərdir. Bu elmləri ilə əslində öz cəhalət və zəifliklərini ortaya qoyurlar. Yəni, özünü təqdim etmək istəyirsənsə, özünün məzhəbini, özünün yolunu ispat etmək istəyirsənsə, bunu elmi ilə, öz elminlə ortaya qoy. Elmi ilə bir şey ortaya qoy, bununla ispat et. Başqalarının batil, xətalı görüşlərini yıxaraq onların üzərində öz məzhəbini qurma. Nəticə olaraq deyirik ki, qardaşlar, başdan bəri zikr etdiklərimizdən başa düşülür ki, alimlərin ixtilafı geniş və dəqiq mövzudur. Bu barədə bir çox əsərlər yazılmış, ixtilaf səbəblərini geniş şəkildə izah edənlər olduğu kimi, mücməl şəkildə toxunub keçənlər də olmuşdur. Bizim həqiqətini bilməyə şiddətlə ehtiyac duyduğumuz bu mövzunu, bu ümmətin sələfi kamil bir anlayışla qarşılamış, bu səbəblə də o dövrlərdə bu haqda əsərlər yazmağa ehtiyac yox idi, olmamışdır. Üstündən uzun vaxt keçdikdə və insanlar elmin ilk qaynaqlarından uzaqlaşmağa başladıqca, cəhalət çoxaldıqca, bu ixtilaflar qarşısında insanlar çaşbaş olmuş, necə bir mövqe göstərməli olduğunu bilməmişlər. İslam düşmənləri də məhz bu vaxtı fürsət bilərək müsəlmanların əqillərinə öz zəhərlərini axıtmaq, onları fəqihlərdən, alimlərdən uzaqlaşdırmaq üçün fürsət bilmişlər. Bəzi kəslərin məzhəblərə qarşı ifrat təəssübkeşliyi də onların əlinə bir qazanc kimi düşmüşdür. Həmçinin özlərini hər hansı bir məzhəbə nisbət edən mütəaxir, əşari, sufi əqidəsində olan kafir, zındıq İslam düşmənlərinin əqilə, fitrətə, şəriətə zid fətvalarını müsəlmanlara təqdim edərək, bununla məzhəbləri qaralamağa başlamışlar. Bununla bir qism məqsədlərinə çatmışlar. Amma Allah Əzzə və Cəllə bu ümmətə böyük alimlər nəsib etmiş və onlar düşmənlərinin əməlləri haqqında ümməti xəbərdar etmişlər. Sələflərin doğru hərəkət metodunu göstərmiş və ixtilafların səbəblərini açıqlamışlar. Allah Əzzə və Cəllə bizi və bütün ümməti bu cür hilələrdən qorusun və bizi Allah Əzzə və Cəllənin kitabını və Rəsulü sallallahu aleyhi və sələmin sünnəsini salih sələfin fəhmi ilə anlayıb yaşayan qullarını eləsin. Əmin. İnşallah bu sonuncu dərsimiz idi. Qardaşlar, Allah Əzzə və Cəllə bunu ümmət üçün faydalı etsin və əxiru də'vana əlhamdülillahi rabbil alemin.